Versen ekranı. Romancı. Harcıyorum. İntelektüel. Hmm. Deməli, bu günlər nəyə baxırıq? Proyektimin adı Bin Life Cycle Application. Bin, binlərin həyat dövrü. Binlərin həyat dövrü necə olur? Bin yaradılır, bin istifadə olunur, bin ölür. İnsanda həkim. Hayat Olur. doğru. İlgi yok. Hə, əslində inversion of control həyat dövrünü idarə edir, amma həyat dövrü ayrıca bir işlər. Həyat dövrünə life cycle deyirik. Ki, bu çox vacib mövzudur. Spring Boot'da. Spring Boot'da ən vacib mövzular inversion of control, bin life cycle, dependency injection bunlardır. Və bundan başqa sənin təməl bilməli olduğun heç nə yox. Qalan hər şey əzbərdə olsun. Anlamalı olduğu məntiqləri bunlardır. Life cycle nədir dedik? Yəni həyat dövrü. Mən proyektimin həyat dövrünü idarə edirəm. Düzdür? Proyekte hayat doğru değil böyle ezberden hayat doğru ne demek? İnsan həyat dövrü nə demək? Bayağı yine davam edemeyiz. İnsan həyat dövrü nə demək? Mesela birden 60 şekilde bu zaman bu zaman. Lap başdan başla. Yaranması. Hayır, insan doğulur. Düzdür? Sonra yaşayır. Necə yaşayır özü bilir. Sonra ölür. Hamı da belə deyil. Evet. Fərqli insanlar sonsuz yaşayacaq. Yox. Binlərdə də belədir. Bin yaradılır, bin işini görür, bin ölür. İşini görəndən sonra maçıq qalır. Ölür. Nə vaxt öldüyünü bilmirik. Onu bilməyin üsuluna bu gün baxacaq. Ki, mən görüm bin nə vaxt yaranır, nə vaxt ölür. Düzdür? Okay. Bin necə yaradılır bilirsən. Gəl buradan bir dənə example yaradaq. Bir klass yaradaq. Adı olsun user. User klassına bir dənə annotasyon verirəm. Component. Şöyle. Bunun artıq bini var. Düzdür? Binlərə hardan baxırdıq? Buradan kontekst yaratdıq. Buna kontekst yaratdıq. Kontekstdən də get bin metodu ilə baxırdıq. Ben şimdi ben devam olsun. Dala Görmüşsün. kalır. Nə? Dala kalır. Dala qalır. Okay, gəl. Uyku kalsın evde düzelerek. Yəqin ki, güzel. O binleri yaratmakta kaldım ben oradan tefer alınıyorsun. Bini nəfər yaranır bu belə. Add komponent yazırsan bini yaranır. Şu. Ne bir tane gəlirik burada configure application context dediği üzeri u bərabərli context nokta get bin. Bunlar bilirsin. Bilmirəm demirəm. Bininin adını yazırsan kiçiklə yüzlər olacaq. Və hansı klasın binindən söhbət gedib? Bin nöqtə klass. Artıq mən binimi görə bilirəm. Ekrana çıxartmaq üçün bini nə edirdim? Bir dənə string yaradıldı. Bin string yaradıldı. Yenə context nöqtə get bin definition names. Burada bunu for each'ten ekrana çıkar. Lokasyon çıkarız. Ehtiyac yok. Bir satır çizim ehtiyac yok. Belə olur demək ki. Hiçbirine bile değil. Hər yerdə belə yazılır deyə ehtiyac yox. Bu məzəl demişim. Adından çıxıb. Bir satır çizim ehtiyac deyil. Ay, baxın ki, binləri görəcək, görməyəcək. Vacibsə cavab ver. Yox. Hı.
Bunlara sıfır. Yukarılarda olur. Aha. 100 var. Benimiz yalan. Beni görebildik. Bunun içerisinde nelerse de görebilirdik. Sen private, private, private stream, ne? Datamızı da elave ne değil. Yani hazırdı. İstediğimiz istifadeleri yapabiliriz. Mesela burada diyebiliriz. Bunu bile set aldığımız. Şimdi bunları yapabiliriz. Okay. Şimdi neye bakacağız? En güzel klasa ne oldu? Five'dan verdiniz. Intime data Hı hı. alacağınızı şöyle okuyun. Bu sortta verdiğim bir name base'di. Üstünde. For Run, içi de bildiğin for içi. run veren metodlar. Run öyle de. Mamul görmeliydi. Onun için. Hı. Aşağı işine çıkmadı. Niye? Başka sen bildiğin işine sıkılır. Anladım. Madem. Şimdi biz buradan bakacağız. Ben de bin life cycle nedir? Binin init ve destroy metodu. Esas mesele budur. Onun için gələm user'in içərisinə bir dənə metod yazalım. Bir public işte void tamam. Void init olsun bunun adı. Desin ki bin bir arada bu da desin bin yaradıldı bin silindi. İki dənə annotasyon var. Pre-destroy, post-construct. Bu post-construct işləyir. Init metodu. Destroy metodu da adından görsəndən kimi pre-destroy işləyir. Və biz bunları init və destroy metodları elədik. Post constructor, construct. Post-construct, yəni construct olunmazdan sonra. Bir də pre-destroy var. Destroy olunmazdan əvvəl. Destroy ne demek? Qırmaq, dağıtım. Buna data verməyəcəm. Buna köhnə qaydada. Set verməyəcəm. Bir də getir. Hı -hı. Hı -hı. Bir dənə də bura şey düzəltmək istəyirəm.
Sen bunları düzəltdik. Bu bunlara şey verir. Bir də ekrana bir dənə yazı çıxır. Yazıda işləyir. Yazısını çıxarır. Sonra gəlirəm bura. Burada nə edirəm? Dinlər bizə lazım deyil. Bu nöqtə ya da bu nöqtə sən get yüzünü ekranı çıxartırsın. Başqa heç nə yazmamışım da bura. Amma mənim init metodum, bir də destroy metodum. Təkrardan eləyirəm. O zaman Gördüm ha. Konstrüksiyon, bin yaratıldı. Deli dolu. Deli dolu oradan geldi. burada yazmışım. Konstrüksiyon. O birisine deli dolu vermişti. Düzeyde. Necə yüzü? Username'in dəldə olmuşum. Ha. Bu init'i 1000 yaradıldı ama 1000 silindi yazısını görmedik. Ha. Konstruktör işləri gördük. Bu niye işlədi? Çünkü burada şey yaradılıb. Obyekt yaradılıb. Burada obyekt yaradılıb diye konstruktör avtomatik işləyir. Bu yazını gördük onu. 1000 yaradıldığını gördük. Yani obyekt yaranandan sonra yaranılmış. Düzdür. 1000 yaradıldı. Onu da gördük. Dəldə olduğunu da gördük. Ama qalanını görmədik. Qalanını indi görmək lazım. Necə görəcəyik? Bu üsulla görə bilərik. Kontekst, nöqtə, yazırıq, burada axtarırıq. Close metodu. Kontekst işləyir və konteksti bağlayırıq. Gözdən önəmləyək. Bir silindir, bir konstrüktör yaratıldı. Bir yaratıldı. Deli dolu bir silindir. İngilizcə arada amma başqa ranlar da var. Bunlar ekran sana böyle yazıyla çıkıyor. Mən həmişə. Konstruktör işləyir yazsın gördük. Bini yaratdı. Bini yaradandan sonra o bindən istifadə edib ekrana bir yazı çıxartdı. Görürsən, burada bin yaranıb. Burada ekrana yazı çıxıb. Konteksti də bağlayanda bin silindi yazsın. Konteksti bağlayana qədər amma bin silindi yazsın görənməlik. Oyun bir aksiyon oldu. Görməyəcək. Yazın. Proyekt hələ də işləyir. Proyekt dayanmır. Konteksti close eləyəndə proyekt dayanır. Sonra bu dəqiqə proyekti dayanırsaq, gördün, bin silindi yazın. Demək ki, proyekt qutarana qədər bu bin işləyir. Başına düştüm ben. Bu belə, bu ən sadə variantıdır. Ən çox istifadə olunan variantıdır. Ən sadə deyil. Ən çox bu dəqiqə ancaq bu istifadə olunur. Ən çox deyilən ancaq bu. Yəni sən predestroy, post construct bu hadisələri görmək istəyirsənsə, binin haqqında məlumat almaq istəyirsənsə, ancaq bu üsul işlədir. Amma başqa üsul da var. Hansıdır bu? Config faylı ilə. Config-lə yaratdıq. Configuration bildik. Bu arada configuration. İndi buna verəcəyik biz. Ay, bundan qabaq disposable bin eləyək. Bunları silək. Deyək ki, bizim heç belə bir şeyimiz yoxdur. Bu dəqiqədə bir elə bir maraqlı bir şey də yoxdur. Bunu bağlayaq. Bundan gələk. Sən bu user klasıdır.
implement eləməlisən bir dənə yerə. Hara? Initializing bin interfeysinə. Initializing bin interfeysinə implement edirsən, səndən metodlarını tələb edir. Implement metodda bir dənə metod verirsən. After properties set yaradırsan. After properties set gəldi. Burada. After properties setə throws exception'a ehtiyac yoxdur. Yoxdur. Throws exception lazım deyil. Bir dənə ekrana yazı çıxardırsan ki, Tamam. bin yaradıldı. Bir bunu çıxarırsan. Okay. Initializing bin'in varsa. Bir də sənə lazımdır. Disposable bin. Initializing bin nə deməkdir? Initialize yaratmaq, icra eləmək, həyata keçirmək. Belə deməkdir. Initializer da ona görə bu da after properties set. Belə bir metodu var. Bu sənin bayaq gördüyün init metodundan eynidir. Ha, bu bundan eynidir. Bununla bu eyni şeydir. Önce bunu alıram. Tamam. İkisi eynidir. Bir de bize lazımdır. Destroy. Düzdür. Destroy'u da yaratmaq üçün həm initializing binin olmalıdır. Bir de disposable bin olmalıdır. Disposable bin isə silinən bin deməkdir. Silinebilən bin deməkdir. Demək ki, bizə buna nə verəcək? Destroy metodu verəcək. Bu da bunun destroy metodu. Ekrana çıxardırsam. Bin. Bin silinən. Sonra exception lazımdır. Yox. Yəni, throws exception hər ehtimala qarşı qoyurlar. Bir də xəta çıxır. Xəta çıxanda xətanı önləyirlər. Bu da nə ilə eynidir? Redestroy. Benzin. Bunun. Və bunu alırım. Bu qırmızı çıxır üçün ikisinin adı eynidir. Gəl. Gəl. Ben sağım bu arada. Hepsinde muayip bir şey değil. Yayrak mı? Yarabbim, biraz rekorducu da səhvimiz düşür. Biraz normal. Tamam, ayarım. Tamam. My name is Ali. I am 17 years old. Option. Burada indi nə verəcəkdik? Heç nə. Elə bu şəkildə run edəcək. Görə yenə alacaq. Uzun mu? Kimse de. Sen de kimsin bu arada? Ben bir yerde almıştım. Almıştım ama tabii lisede olur. Daha yox almadı. Kimsin cesaretle? Almadım. Nə edirsən? 1 dollar aldım. Bir olarak. Ha, Google Plus almışam. Ha, bax iPhone. Konstruktör işləyir, bin yaradıldı, dəli dolu. Bir silindir. İndi bunu bağlayanda da bin silindir gəlir. Eyni şəkildə bunu da context close eləyəndə context close eləyəndə bu da naxarı verəcək bin silindir. Context close elə ki, buradakı o qırmızı kvadrata basmaq. Bütün sistem kontekstin üstündə işləyir. Sən onu close eləyəndə rəhmətə gedir. Oynuyor. Yapalım. Ona görə sənin username və dəli dolanıyor. Yəni, bin silindir. Ki, nə olacaq? Bu da bir üsul. Amma bu ən hörmətsiz üsul. Görməm. Aha.
Get. Ona görə bu variantı tam silə bilərik. Hmm. Bu dəqiqə 1000 yaradıldı, 1000 silindi diye bir şey yok. Ya просто proyekt başlayacağım, işleyecek, kurtaracağım. Rahmetli olacağım. Hmm. Gördüm. Konstruktör işleyir, dağ dolu, kral. Şimdi kozum var. Şimdi gəlirəm buraya. Burada iki dənə prostoy metod yaradıram. Bunu yaradıram. Bin yaradıldı, bin silinir. İki dənə metod yaratmışam. Bunları init və destroy eləmək lazımdır. Nə eləməliyik? Init necəsə. Bunu da eləməliyik. Destroy. Bunu necə edəcəyik? Gəlirik bu səbəblə konfigə. Okay. Konfigdə mən burada bu variant bizə yaramayacaq. Komponenti sildim. Konfigdə buna yaradıram 1000. Necə yaradırdıq? Public user name və return edirik new user. Okay. Bunun üzerine anotasiya yazıldı 1000. Binin içine mötərizə açıb burada nə verə bilirik? Name verə bilirik. Name'in bunun user'in verək Ayxan. Binin adı Ayxan olsun. Dayışı 2-3 dənə demo var. 2 dənə metodun adını vermək lazımdır. Bunu necə veririk? Bu sul işlərini mən də yadımdan açacağım. Init metod start bir də destroy metod. Destroy metodda end. Bax. Bunun adı startdır. Initi'nin adı start. Destroy'un adı end. Önce config'de mən name verəndən sonra bir init metod işlətdim atributu. İçərisinə yazdım start. Və destroy metodu atributu işlətdim. İçinə yazdım end. Yəni bunlarla eyni gəlsin. Mütləq start end olmaya da bilər. İndi baxacağıq. Bana eləyək rəkdir. Birinci nəticəmizi alaq. Sizdən bir söz soruşum. Köhnə WhatsApp zəngli səslərimi tapmaq olur necəsə? Qeydiyyatımı Mən, lazım deyil. məncə yox. Və xəta aldı. Nə deyir? No bin named user. Bir user adında bin yoxdur. Niyə yoxdur? Çünki mən binimin adını dəyişdim. Ayxan. Ancaq buradan da dəyişməliyik. User yoxdur. Ayxan olsun. Ayxanla tapacağım. Görün. Hamısı işlədi. Bin yaradıldı da işlədi. Bin silindi də işlədi. Yenə də bax. Mən o metodların adını burada çəkməmişim. Yəni buradakı start və end metodlarının adını çəkməmişim. Bu nətər işləyir? Config-də çünki mən bunları init metod və destroy metod olaraq qeydiyyat etmişim. İndi mən istəyirəm init metodumun adı olsun başlamaq, destroy metodumun adı olsun bitirmək.
Bizim kırmızı verdiği böyle metod yok. Cannot resolve metod. Create metodunu bitirmek in user. Belirleyelim ama. Buna bassam user'ı bitirme adında metodu yapar. Gelsen bura bunun üstüne gelsen bir tane de başlamak. O yüzden başlamak bitirme. Üst üste özleyelim. Onun önce bunları silebiliriz. Start edeyim lazım değil bize. Maliyetleri bin yaradıldı. Çox çətinlərdir. Gün almışım. Ama Heç başa düşürəm şey almaya. Lastıram belə konsept. yazanda başa düşüyorsun. Bu da binsin. Yani adların görsen start end vermedim. Ürəyim istəyəni verdim. Bu dəfə də run edim, yenə görəcəm. Salam, yaxşı anlamışım. Nasıl deyəcəkdim? Okay. Və bunlar hamısı yaxın əzbərdir. Məsələn, qoy videoya düşünsəz. Yazdıqca öyrənəcəksən. Ümumiləşdirim sənin üçün dərsi. Konfigdə bunu belə yazmaq var. Aha. Başını burax. Sən lazım olmayacaq. Şu. Userin hazırdır. Bir dənə belə, belə bin yaratmağı mən sənə qəbul edə bilərəm. Deyirəm ki, okey. Belə bin yarat. Birinə ad ver, Ayxan. Burada da Ayxandan istifadə. Okey. Buna razıyım. Amma burada mən gəlim void başlamaq, bitirmək belə yazım, yox. Sən bunu heç vaxt eləməyəsən. Burada sən nə edəcəksən? Post construct düzəldəcəksən bir dənə. Post construct düzəldəcəksən. Bu olacaq public, void, init. Əzbərlə geçsin. Onsuz da hamı belə işləyir. Nə tər işlədiyini onsuz görə bilməzsən. Kəş yerdəşəcəm bilməzsiniz. Onlara gələcək. Baxanda da buna qayıdacaq. Burada yazacaqsan 1000 yaradıldı. Bu feedback değil mi? Sana şey verir ki bak gerçekten de yarattın dedim. Okay. Yine diyeceksin predestroy. Onu diyeceksin public void destroy. Void. Ondan sort 1000 silinme. Şu baş. Başa düşdüm. Söylesen bunu eləyəcəksən. Heç bunu da həmişə eləmirsən və bunu da burada qoyub gelirsən. Keçsən öz işlərini, başqa işlərini görün. Yani burada mən mütləq nəsə eləyim, ay nə bilim burada factory komponent nə bilim nə, yox. Şu, ben kodek saldım. Şu, bu da gitti. Sağ var. Yox. Böyle. Yani buna kendim